Nadəli duası Azərbaycan dilində tərcüməsi. Qovulmuş şeytanın şərrindən Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Əlini səslə, o əli ki, onun simasında ecazkar və mükəmməl xüsusiyyətlər heyrətamiz şəkildə təsavvür edilmişdir. Əlini səslə, səslə ki, bütün çətinliklərdə və çıxılmaz vəziyyətlərdə sənə yardımcı olsun. O aciz və dəyərsiz bəndə daim Allaha möhtacdır. Mən hər bir işimdə o Həzrəti Rəbbimlə öz aramda vasitəsi seçib onu arxalanıram. Bu günə qədər və bundan sonra həyatda hər bir addımımı Allahın lütfünün kölgəsi altında atmışam və atacağam. İlahi, məni narahat edən, qəlbimin sıxıntıya düçar edən hər bir iş üçün sənə üz tutub, səni səsləyirəm ki, işlərimdəki düyün açılsın, çətinliklərim həll olunsun. Ey Allahım, and olsun sənin əzəmətinə və böyüklüyünə. Ey Muhammed sallallahu aleyhi və alihi və səlləm, and olsun sənin peyğəmbərliyinə və and olsun sənin imamətinə. İlahi, rəhbərlik məqamına. Ya Əli, Ya Əli, Ya Əli, gizli və sirli məhəbbətin lütfün xatirinə mənim halımdan xəbərdar ol. Allahın böyüklüyü vəsf edilə bilməz. Sənə qarşı kin, küdurət, pislik və ədəvvət yürüdənlərə mən də düşmən kəsilirəm. Mənim bütün ehtiyaclarımı təmin edən, hər bir şeydən ehtiyacsız olan Allahdır və mənə səndən yardım və dəstək yetişir. Sənə inanıram, sənə arxalanıram. İyyəkə nəbudu və iyyəkə nəstəin xatirinə. Ey imdada yetənlərin ağası, mənə yardım et, fəryadıma çat. Ey Həsən və Hüseynin atası, mənim halımdan xəbərdar ol. Ey Allahın qılıncı, düşdüyüm vəziyyətdən hali ol. Ey Allaha doğru açılan qapı, mənim nə halda olduğumdan xəbər tut. Ey Allahın hüccəti və ona doğru aparan haqq yolun bələdçisi, mənim halımdan xəbərdar ol. Ey Allahın təyin etdiyi ilahi rəhbər, düşdüyüm vəziyyətdən hali ol. And olsun o gizli və sirli lütfünə. Ey qələbələr qazanan zəfərlər çalan və hamıya qalib gələn, səni and verirəm Allahın qüdrət və hakimiyyətinə. Halbuki bu qüdrət və hakimiyyət sənin zəfərində və üstünlüyündə təzahür edir. Ey düşmənə qələbə çalıb qalib olan, ey Allah dostlarına dost olan, ey ecazkar xüsusiyyətlərə malik olan, ey Mürtəza Əli, yəqin bilirəm ki, mənə zülmü rəva görmək istəyən hər bir kəsi sən ölüm gətirən ox və qılıncla qüvvətdən salıb yerə yıxarsan. Mən bütün işlərimi Allaha həvalə edirəm. Həqiqətən uca Allah öz bəndələrini görür, eşidir və onların halından xəbərdardır. O özü Quranda belə buyurur: sizin Rəbbiniz vahid olan Allahdır və ondan başqa Allah yoxdur. O mehriban və mərhəmətlidir. Ey imdad diləyənlərin harayına yetişən, mənim halımdan xəbərdar ol. Ey yolunu azıb, çaşbaş qalanları doğru yola istiqamətləndirən, ey qorxu və vahimə içərisində olanların pənahı, ey ona üz tutub pənah gətirənlərə yardımcı olan, ey aləmlərin yoxsul və biçarələrinə rəhim edən, mənim halımdan xəbərdar ol. Sonsuz rəhmətin xatirinə, ey rəhim edənlərin ən rəhimlisin.
ağamız Həzrət Muhammed sallallahu aleyhi və alihi və səlləm və onun xanədanına sənin salamın olsun. Həmd və sitayiş aləmlərin Rəbbi olan Allaha məxsusdur.